Havalar isindikcə yaz aylarında ən çox müraciət edən xəstələr qrupu Elvan Dəmirov xəstələridir. Elvan Dəmirov xəstəliyi nədir? Elvan Dəmirov dərinin səthi göbələk infeksiyasıdır. Bu xəstəliyə rəngbərəng Dəmirov, tinea versicolor, pityriasis versicolor da deyilir. Xəstəlik əsasən gənc yaşlarda, 15-40 yaşlar arasında görülür. Qadınlarda və kişilərdə eyni tezlikdə baş verir. 40-60 yaşlarında kəskin şəkildə azalır. 7 yaşından balaca uşaqlarda isə biz bu xəstəliyi nadir hallarda görürük. Xəstəliyin törədicisi Malassezia globosa fəsiləsindən olan səthi göbələk infeksiyası olan Malassezia furfur göbələkləridir. Bu göbələklər normalda sağlam insan orqanizmində yaşayırlar. Sadəcə ziyansızdılar. Amma provokasiya edici faktorların təsiri ilə onlar patogenini əldə edirlər, ziyanlı formaya keçərək orqanizmdə Elvan Dəmirov xəstəliyini törədirlər. İnfeksiyanın mənbəyi xəstə insan və onun istifadə etdiyi əşyalardır. Yoluxuculuğu çox zəifdir. Provokasiya edici faktorlara isə isti iqlim, yüksək rütubət, yüksək temperatur, günəş şüaları, yağlı dəri, immunitetin zəifləməsi daxildir. Səbəbsiz deyil ki, xəstələrdən ən çox eşitdiyim cümlə: doktor, bu ləkələr, bu səpgilər yayda kəskin şəkildə artır, qışda isə yox olur tamamilə və ya kəskin azalır. Xəstənin şikayətləri nələrdir? Xəstəni əsas narahat edən bədən dərisində görülən ləkələrdir. Bu ləkələr 0,3-0,5 sm diametri, qeyri-dəqiq konturu, qeyri-iltihabi xarakterli, qəhvəyi, çəhrayı, çəhrayımtıl sarı və ya ağ rəngli ləkələrdir. Ləkələr birləşməyə meyillidir. Xəstənin subyektiv şikayəti isə yüngül qaşıntıdır, bəzən heç qaşıntı olmaya da bilər.